Devlet İmtahan Merkezi test topluluğu 2025 birinci hissede Azərbaycan mineral ehtiyatları 107'den testi burada altın şeylerin təhlilini vereceğim. Əvvəlki nəşrdə bu testlerin sayı 82'den 7 indi. Burada testin sayı 107'ye çıkıp testin sayını xeyli çoxaldıblar ve yeni testler var. Burada deməli faydalı qazıntılar dərsidən götürülmüş cədvəllərdir. Faydalı qazıntıların yataqların adı, yerləşdiyi inzibatı rayonlar, həmçinin faydalı qazıntının özü verilib. Yanar faydalı qazıntılar da harca vərəqliyi verilib. Bu cədvəli bura qoyuram ki, bundan istifadə ediyorsun. Bunların əsasında həll eləmək olur testləri. Və burada da faydalı qazıntıların şərti şarları xəritədən götürülmüş bir materialdır. Bu testləri eləməkdə sizə köməklik eləyəcək. Azərbaycan faydalı qazıntılarla zəngin olması nə ilə izah olunur? Faydalı qazıntılarla zənginlik aydın ərazinin geoloji quruluşu ilə bağlıdır. Azərbaycan geoloji quruluşu mürəkkəbdir. Həm maqmatik, həm metamorfik, həm kökündə mənşəli suxurlar var. Həm palodiyerası, həm mezoerası, həm də karniyozerasının suxurları geoloji quruluşumuzda mürəkkəbinə gətirib. Bu da faydalı qazıntıların zənginliyi ilə nəticənin düzgün cavab yevənində verilib. Respublikamızda ehtiyatları nisbətən az olan təbii ehtiyatlar, Azərbaycanda az olanlar bu su ilə bağlı olanlardır. Şirin sudur, torpaqdır, meşədir. Su az olduğuna görə meşə də az olur. Sahəmiz kiçikdir, vacüdə torpağımız da azdır və Qobustanda, İsmaildə yanaşıcı ehtiyatı var, yerli, əhəmiyyətli. Başqa yerlərdə yoxdur, o gün düzgün cavab A bəndi. Respublikamızın iqtisadiyyatçının daha əhəmiyyətli təbii ehtiyatları, iqtisadiyyatçının deyəndə Azərbaycan üçün gəlir gətirə bilən, Azərbaycan iqtisadının inkişafında rolu böyük olan sahələrdən gedir. A bəndində hidroenerjini burada götürmək düzgün deyil. B bəndində bizdə daş kömür ehtiyatı demək olar ki, yoxdur. Sonra deməli C bəndində balıq, məsələn, elə də var, amma çox da böyük gəlir gətirə biləcək sahə deyil. D bəndi həmçinin balıq, meşə ehtiyatlarımız da azdır. Y bəndində neft düzdür, təbii qaz düzdür, əlvan qara metal filizlər düzdür, aqroqlim ehtiyatları kənd inkişafı üçün çox böyük rola malikdir. Aqroqlim ehtiyatları bizdə iqtisadiyyat üçün çox böyük əhəmiyyətə malikdir. Y cavabı doğru cavabdır. Azərbaycan zəngin təbii qaz ehtiyatları əslən hansı dövrün çöküntülərində daha çox yayılmışdır? Azərbaycan qazın da neftinə çoxdur, dövrün çöküntü suxurlarındadır. Cavab C bəndi. Mezo dövrlərində də var, amma azdır. Onun haqqında sonra söhbət edəcəyik. Azərbaycan xörək düzü ehtiyatlarının yerləşdiyi ərazidə xörək düzü bizdə bir Abşerondadır, bir də Naxçıvandadır. O görə də Abşeron, Naxçıvan cavabını götürəcəyik. Naxçıvan, Abşeron cavab B bəndi. Azərbaycanda qızıl ehtiyatda aşkar edildiyi rayonlar, qızıl bizdə Kəlbəcərdə var, Zəngilanda var, həmçinin Gədəbəydə də var. Burada Kəlbəcər, Zəngilan verilib təkcə. Kəlbəcər, Zəngilan. Kiçik Qafqazda filiz faydalı qazıntıların geniş yayılmasının səbəbi dünyanın harası olsun, əgər ərazidə filiz ehtiyatları çoxdur, deməli maqmatik suxurlar, kristalli suxurlar geniş yayılıb. Düzgün cavab B bəndində verilib. Böyük Qafqaz dağlarında Kiçik Qafqazın nisbətən filiz faydalı qazıntıların az olmasının səbəbi fiziki coğrafi bilimdə deyir ki, Böyük Qafqaz üzrə çöküntü suxurlarıyla örtülü. Kiçik Qafqazda 4-cü dövrəlik vulkanlar püskürtü var, gördü orada kristalli suxurlar, epizod suxurlar geniş yayılıb, maqmatik suxurlar geniş yayılıb. O görə də Kiçik Qafqazda filiz ehtiyatları daha çox yayılıbdır. Düzgün cavab da olacaq. Böyük Qafqazda daha qədim dağ suxurlarının təşkil olması yaş etibarıyla hər ikisi cavandır. Böyük Qafqazda çökməməşiklər suxurların üstünü təşkil etməsi Böyük Qafqazda filiz faydalı qazıntıların azlığının əsas səbəbidir. Çöküntü mənşəli suxurlarla örtülü Böyük Qafqazın üzəri. Düzgün cavab B bəndi.
Azərbaycanda faydalı qazıntıların yayılmaq xüsusiyyətdə Gündüz Qapısı Gəncə fiziki coğrafi rayonlarında filiz faydalı qazıntılar üstünlüyü təşkil edir. Həqiqətən Naxçıvanda və Gəncə fiziki coğrafi rayonlarında filiz ehtiyatları bol olur. Böyük və Kiçik Qafqaz dağlarında üzvü mənşəli yanar faydalı qazıntılar üstündür. Böyük Qafqaz üçün doğrusu, Kiçik Qafqaz üçün səhvdir. Xəzərin şef zonasında üzvü mənşəli faydalı qazıntılar yayılmışdır. Doğrudur. Maqmatik suların geniş yayıldığı Talış və Kiçik Qafqaz dağlarında filiz yataqları üstündür. Kiçik Qafqaz dağlarında çoxlanma Talış dağlarında filiz ehtiyatları yoxdur. O görə səhvdir. Qarabağcı qanı xərçəli cil xammalı geniş yayılıb. Həqiqətən cil xammalı buralarda Qarabağcının qanı xərçəli geniş yayılıb. Sürüşmələrin intensiv baş verdiyi ərazilərdə, yəni 5 də düzdür. Sürüşmələrin intensiv baş verdiyi ərazidə filiz yataqları üstünü təşkil edir. Çökülü sular olan, cil olan yerdə filiz ehtiyatları olmaz. O yolda cavablar səhvdir. Düzgün cavab 1-3-5. Zod Qızıl yatağının coğrafi bir dəqiq müəyyən edilməsi üçün hansı inzibat rayon xəritəsindən istifadə edici? Aydın ki, bu yataq Kəlbəcərdədir. Kəlbəcərin də xəritəsindən istifadə ediləcək. Düzgün cavab Yevəndir. Ermənistanla sərhəddə. Lefçay Cibə yatağının coğrafi bir dəqiq müəyyən edilməsi üçün hansı inzibat rayon xəritəsindən daha istifadə olunur? Lefçay deməli, bu Cibə yatağında, Cibə yatağının bizdə Kəlbəcərlə Laçındadır, bu da Kəlbəcərdədir. Bir-birinə qonşu yerlərdədir. Respublikamızda əsas polmetal filiz yataqları Gümüşlüdür, Mehmanadır, filiz çayıdır, uzun müddətdir, 30 ildir bu testlərə düşən sualdır. Gümüşlü, Mehmana, filiz çayı Azərbaycanın əsas polmetal yataqlardır. Şərurdadır, Kəlbəcərdədir, bir də ki, Balakən Zaqataladadır. Cavab. Daşkəsən, Gümüşlü, Zəyli yataqlarının bu abqlara uyğun gələn faydalı qazıntılar. Daşkəsəndə alnit də var, dəmir də var, gümüşlü, Zəylik alniti nəzərdə tutulur. Daşkəsəndə gümüşlüdə polmetal yatağıdır. Deməli, dəmir filizi polmetal alnit yecabı doğrudur. Daşkəsən, Zəylik də olsa da Daşkəsən rayon ərazisindədir. Yecabı nəzərdə tutulub gümüşlü, polmetal alnit Zəylik. Daşkəsən dəmir filizi yatağı Daşkəsən adlandırıldığına görə Haman çaydır, bu cavab Yevəndir. Azərbaycanın zəngin olan təbii resurslar, neft, təbii qaz, alunit, mineral sular. Azərbaycanda bunlar zəngin təbii ehtiyat, çox zəngindirlər. A bəndi doğrudur. B-də daş kömür, torf, C-də konur kömür, D-də meşə ehtiyatımız azdır. Y-də də ki, torf ehtiyatı bizdə azdır. Yanaş istəmçinin ancaq 2 yer, Böyük Qafqazda, başqa yerdə yoxdur. Cavab. Abşeron yarımadasında səthə çıxan mineral bulaqlar, Şıx Suraxanı bildiyiniz kimi Abşeron yarımadasındadır. Azərbaycanda çoxlu mineral sular var, Abşeron suları Şıx Suraxanı cavab. Xəzərdə xarici şirkətlərin birgə istismar etdikləri yataqların hansında daha zəngin təbii qaz ehtiyatı vardır? Təbii qazın bizdən böyük yatağı Şahdənizdir. Şahdəniz 1, Şahdəniz 2. Cavab Sevəndir. Diyəxçə molibden yatağının Bədo mineral bulağının yerləşdiyi tektonik zonların müvafiq olaraq müəyyən edin. Diyəxçay molibden yatağı deməli tektonik zonlar deyir. Kiçik Qafqazdadır, Bədodakı Böyük Qafqazda İsmail rayonunda. Demək, Kiçik Qafqaz, Böyük Qafqaz cavab oldu. B bəndi. Respublikamızda polmetal filizlərinin yayıldığı fiziki coğrafi rayonlar Qazax, Qarabağ səhvdir. Qarabağ Ukrayna səhvdir, Zaqatallar düz idi. Qarabağ dağları nəzərdə tutulur, düzdür, Talış səhvdir. Zaqatallar düzdür. Balakən Zaqataladadır, Gündüz Qapçıq Şərurdadır. Qarabağdakı Qarabağ dağları deyəndə bu Kəlbəcərdəki deməli Ağdərə, indi Ağdərəyə düşür. Olan polmetal yatağıdır, cavab Sevəndir. Metamorfik sxemi tamamlayan metamorfik mənşəli suxurlarda yayılan faydalı qazıntı, metamorfik suxurlarda mərmər, metamorfik mənşəli suxurdur, bizdə var.
Xörək düzü ehtiyatlardakı bizdə xörək düzü ehtiyatları Naxçıvandan Abşerondadır. Naxçıvan Muxtar Respublikası Abşeronda düzgün cavab oldu B bəndi. Deməli, metamorfik mənşəli suxurda yayılan faydalı qazıntı mərmərdir. Mərmər metamorfik mənşəli suxurdur. Əhəng daşının yüksək təzyiq temperaturu altında içində pişməsindən yaranan Naxçıvan Muxtar Respublikasında və Abşerondakı xörək düzü düzgün cavab B bəndi. Azərbaycan Respublikasında faydalı qazıntılara uyğun gələn yataqları müəyyən edin. Polimetal yataqları burada Mehmanadır, Kavaşkumu, Hacıbəllidədir, 1-ə B, 2-yə A, 1-ə B, 2-yə A. Civə yatağı, ağ yataqdır, Şorbulaqdır, Levçaydır, Bentintildəki daş tarafındadır. Düzgün cavab Y bəndində verilir. Belə deyirəm, polimetal Mehmana, Kavaşkumu, Hacıbəlli, Civə, ağ yataq, Bentintildəki daş taraflı. Deməli, birinci işarə Arnitin, ikinci işarə dəmir prizdi, ikinci işarə dəmir prizdi, üçüncü işarə neftdir, dördüncü işarə polimetaldır, beşinci işarə polimetaldır, axırıncı işarədir ki, yeni dəmir prizinin işarəsidir. Zəlik düzdür, amma Qazaq Qarabağda düzgür. Dəmir prizi daş kəsən Gəncə Peskütor Abşerondadır, 2 düzdür. Neft, çıraq, Kür Arazda düzgür, Abşerondadır. Polimetal filiz çay zaktarlar düzdür, 2, 4, gümüşlü günlük qapçıq, 5 düzdür. Deməli cavab oldu 2, 4, 5. Cavab sevəndi. Xəttə sıxımçın polimetal filiz yataqlarına uyğun gələn radilər müəyyənin 2-dir, 6-dir, 3-dir. 2, 6, 3, 2, 3, 6 cavab sevəndi. Xəttə sıxımçın mərmər yataqlarına uyğun gələn inzibat rayonları müəyyənin daş keçəndir, Qubadır, Şərurdur. 2, 5, 6. Daş, duz bu olacaq 2-də. Neft burada olacaq 1-də. Siyəzən nəzərdə tutub. Civə yataqdakı Kəlbəcərdə 3. Deməli 2, 1, 3. 2, 1, 3. 2, 1, 3 cavab deməli. Polimetal yanar, şist, almit ehtiyatlarının olduğu pizkizor avramların müvafiq qarşılığı. Polimetal 3 yerdə ola bilər. Pizkizor avramı deyir. Vulkanik yayılda yoxdur. O görə acab çıxdı. Lənkəranda da yoxdur. Günlük qapçıqda var. Gəncədə yanar, şist yoxdur. Sevəndə var. Zaktarlajda polimetal var. Dağlı Şirvanda yanar, şist var. Gəncədə də almit var. Cavab devəndir. Polimetal, molibden, mərmər ehtiyatdan oldu, pizkizor oranların müvafiq qarşılığı, zaktarlaj, polimetal düzdür, Gəncədə molibden yoxdur, acab səpdir. B-bəndə zaktarda polimetal var, molibden vulkanik yayılda yoxdur, C-bəndə səpdir. C-bəndə vulkanik yayılda polimetal yoxdur, Qarabağda var, o yüzden C-bəndə səpdir. D-bəndində Qarabağda polimetal yatağı var, zaktarlajda molibden yatağı yoxdur, demək cavab yeri. Qarabağda polimetal yatağı günlük qapçıqda Ordubadda Diyəxçay molibden yatağı var, mərmər yatağı da Gəncədə var, cavab yevəndir. Xətt seçimində verilmiş rəqəmlərə uyğun gələn Xaltan, Badamlı, İstisu, İlisu mineral bulaqlarının su mənbələrinin vapurları müəyyən edin. Deməli, Xaltan Qubadadır 2, Badamlı Şahbuzdadır 4, İstisu Kəlbəcərdədir 3, İlisu Qaxdadır 1. Deməli, 2, 4, 2, 4, 3, 1. 2, 4, 3, 1. Cavab deməli. Azərbaycan əsas təbii qaz yataqları, Günəşli ilə Qaradağ yataqlarıdır. Cavab 2, 4. Azərbaycan əsas neft yataqları Günəşlidir, Çıraqdır, Azərdir. Burada Günəşli Çıraq 1, 4. Zərdab, Kürdəmir, Savrulma, Saatlı inzibat rayonlarının ərazisində mineral permal suların geniş yayılmamasının səbəbi platformun ərmə sayəsində
uyğun gəlməsi platforma tavalarında da olur bu. Tektonik kazma zonlarında sərhədində zon sərhədində bunlar sərhəddə dögür, şuralardadır. Dağlar və düzənliklərin sərhədində, dağ düzənliklərin sərhədində döyürlər. Tektonik qırılma xətt düzənliyi yerləşir. Burada şu tektonik çökməsinin içindədir. Tektonik qırılma zonasından kənarda yerləşməsi. Termoslar bildiğiniz kimi tektonik sınmalarda gözle görünen şekilde təxminən 5 metr hündürlüğünde sınma olur. Bu sınmalarda daha çok termal sular yer səthinə çıxır. İsti sularımızda belə yerlərdə yerləşirlər. Düzgün cavab yebəndi. Elvin diagnostan uygunluğu müəyyən filiz faydalı qazıntılar, yanar faydalı qazıntılar kiçik qapqada daha böyük ehtiyata malik olan filizdir. Bir gələcək birinciyə. Çökmə çukurlarının daha çox toplandığı sahələrdə yaranan yanar faydalı qazıntılar çökmə çukurlardadır. İki gələcək ikinciyə. Yaranması geoloji quruluşun xüsusiyyəti ilə bağlıdır. Hər ikisinin yaranması geoloji quruluşun xüsusiyyəti ilə bağlıdır. Üç gəldi üçüncüyə. Azərbaycan ixrac istiqamında ən çox gəlir gətirən sahə aydın ki, yanar faydalı qazıntılardır, yəni neftlə qazdır. 4 gəldi ikinciyə. 5 maqmatik suların geniş aldığı sahələr daha çox rast gəlir aydın ki, filizlərə. 5 gəldi birinciyə. Deməli 1-ə gəldi 1-5, 2-yə gəldi 2-4. Cavab oldu D bəndində. İşareti işarelere uygun gelen faydalı qazıntı yataqları, onlardan istifadə edildiyi sənaye sahələri bir dəmir filizli qara metalurgiyada istifadə olunur. Deməli, 1-2 Hamançayda yatağı. Buradakilərin içərisində Hamançay. Deməli, 1-2A. 1-2A. 1-2A cavab oldu A bəndində. İçini yoxlayaq. Deməli, zəlikdəki alunitdir. Alunit 2 geldi Elvan Metalurgiya, zəlik yatağı düzgün çıxdı. 3 tikinti materialı, Ağcakənd, gips yatağıdır. C'dəki Ağcakənd yatağı, üçüncüyə gəldi, tikintiyə gəldi, düzdür. Cavab A bəndi. Cədvəl tamamlayın. Deməli, cədvəldə təbii ehtiyatlarda veriblər. Deməli, civənin işarəsinin, molibden işarəsinin yataqlarda veriblər Göydərə, Diyəxçay, rayonlarda veriblər Kəlbəcər, Laçın. Bir təbii ehtiyatı, bir yatağı, bir də inzibatı rayonu tapacaq. İndi işarələrə baxanda, şərt işarələrə baxanda, deməli, birinci işarə molibden işarəsi, ikinci sırada verilən, ikinci işarə missi, üçüncü işarə xromtin işarəsidir, dördüncü işarə qızıldır, beşinci işarə polimetalın işarəsidir. İndi bunların içərisində Göydərə, xromit yatağı, xromit bircə dənə, deməli, ikiyə gələcək xromit Göydərə, Kəlbəcər. İkiyə xromit Göydərə, Kəlbəcər. İkiyə gələrsə, onda birə gəlir, deməli, Civə, Gilgəzçay, Laçındakı Gilgəzçay, Civə yataqlar bizdə çoxdur. Üçədə Diyəxçaydakı molibden, bu da yerləşir Ordubadda. Deməli, cavab oldu C bəndi. Gilgəzçay, deməli, yatağı, Civə yatağıdır, Laçında yerləşir. Göydərə yatağı, Kəlbəcərdəki Göydərə xromitdir. Buna tutuldu cavab əsas. Diyəxçay, molibden, Diyəxçay, bu da ki Ordubaddadır. Düzgün cavab oldu C bəndi. Elvin diagnostan uyğunluğun müəyyən dəmir filzi, bentonit, cil və bunların hər ikisinə olan xüsusiyyət. Maqmatik suların geniş yağlı ərazidə formalaşan dəmir filzi bir gəldi birə. Qara metalurgiya sənayesində istifadə olunur. Qara metalurgiyadan bunların hər ikisindən istifadə olunur. Dəmir filizindən xammal kimi istifadə olunur. Bentonit cildən də istifadə olunur. 3. O da davamlı metal tökmə qəlblərinin hazırlanmasında istifadə olunan deməli
Bentonit cildi 3 derece 3'e. Daşdan filiz saflaştırma zavodunu ham malla temin eden demir filizdi. 4 derece 1'e. Bu ham mal ehtiyatı Respublikamızın Qərb rayonlarında cəmlənmişdir. Tovuz rayonunda Bentonit cild yatağı var 5 derece. Deməli, hər ikisi Azərbaycanın qərbindədir. Bentonit cildə qərbdədir, dəmir filiz də qərbdədir. Qazax rayonunun Daşdıran yatağında hasıl olunan da ki, aydın ki, Bentonit cildi. Deməli, 1'e gəldi, 1-4, 2'ye gəldi. 3-6, 1-4, 3-6 cavab oldu bir bəndi. Qaz yataqları quruda dənizdə. Qaradağ Qobustan qurudadır A. Gürcan Zirə qurudadır A, D gəldi 1'e. A, D gəldi 1'e. B, C qaldı 2'ye. Cavab oldu Y bəndi. Qaradağ Qobustan Gürcan Zirə quruda qaz yataqlarımızı ümidlə Şah dənizdəki qaz yataqlarımızı cavab Y bəndi. Neft yataqları mezdoyaşlı, kaynozoyaşlı. Uşaqlar mezdoyaşlı M hərflərini götürəcəksiniz, yadınızda qalsın. Deməli, mezdoyaşlıya aiddir. Mollakən Muradxanlı mezdoy suxurlarında tapılıb. 1'e gəldi BD, 2'ye Pirallahı Beybət, AS'də oldu. 2'nin 1'e geldi AS, 2'ye geldi BD, cevap oldu AB. 1'e geldi BD, 2'ye kaldı AS, cevap oldu B bəndi. Mineral buraklar Bedo, Tuşlu, Xaltan. Bedo yerleşir İsmailli'da. Tuş yerleşir Şuşa'da, Xaltan yerleşir Qubada. Deməli, İsmailli, Şuşa, Quba. İsmailli, Şuşa, Quba cevap oldu C bəndi. Mineral buraklar Minçən, Qalaltı, Şırdan. Minçən bulağı Laçındadır, Qalaltı mexanik testli var, elə birbaşa deyəcəm. Qalaltı Şabrandadır, Şırlandakı Şuşadadır. Deməli, Laçın, Şabran, Şuşa. Cavab oldu D bəndi. Badamlı Minçən burakların yerləşdiyi tektonik zona. Bunlar hər ikisi Kiçik Qafqaz qalxmasındadır. Badamlı Şahboz rayonunda Minçəndəki, Laçında düzgün cavab oldu Kiçik Qafqaz qalxması. Şəhər təşərləri vermiş təbii sərvətlərə uyğun gələrmətləri müəyyən ən böyük yataqları Kəlbəcərlərdir. Kənd təsərrüfatı və kimya sənətində istifadə olunan perlitli aciricik 2'ye. Ən böyük yataqları A yataq şorbaları Lefçay, Gilgəçay, Narzanlıdır bu. Cibə yataqlardır. İlk 3 yataq Kəlbəcərdədir, son Gilgəçayla Narzanlı Laçın rayonundadır. B ilə gələcək 1'e. Deməli 1'e B, 2'ye A, 3'e desə cavab oldu A bəndi. Elvin diaqrammasına uyğun bəndlərin müəyyən. Deməli 1 alunit, 2 dəmir filizli ölkəmizdəki ən böyük yataqlar Daşkəsən rayonunda. Alunitin də ən böyük yatağı bizdə Daşkəsəndədir, dəmir filizində. Deməli 1 aid olacaq bunların hər ikisi də 3-cüyə. Ərvan metalurjinin xam malı olan alunitdir. Aid olacaq 1-ciyə. Hamançay Dəmiroğlu kimi yataqlarda yayılan dəmir filizdir. 3 aid olacaq 3-cüyə. Naxçıvanda ən böyük yatağı Şaxdaqdır. Bu travertin yatağıdır. Daşkəsəndə bu yoxdur. Bunlara aid deyil bu. Zəyli yatağında hasil edilən, zəyli yatağında olan alunitdir. Alunit zəyli yatağıdır. 5 aid olacaq 2-ciyə. Deməli 1-ciyə 2-5 aid oldu. 2-ciyə 3 aid oldu. 3-cüyə 1 aid oldu. Cavab D bəndində. Elvin diaqrammasına uyğun olan bəndlərin müəyyən. Deməli 1-ci perlit, 2-ci xromit. Kəlbəcər rayonunda yayılıb. Perlit də xromit də Kəlbəcərdə var. 1 aid olacaq 3'e. Qeyri-filiz faydalı qazıntı olan perlit, xromit metaldır. Kimya sənəti üçün xam maldır. Perlitdən kimya sənətində xam mal kimi istifadə olunur. Deməli 3 aid olacaq perlitə, yəni 1-ciyə. Göydərə ipək yataqları xromitin yataqlarıdır. Göydərə Kəlbəcərdə, ipək Laçında. Deməli 4 aid olacaq 2-ciyə.
Qobustan İsmail rayonlarında onlarda yanaşısı, burada yanaşısı yoxdur. Deməli, 1 alındı, 2, 3, 2'ye alındı, 4, 3'e de alındı, 1 cavab oldu, Beybəndi. Bedo mineral bulağının bu mineral bulağı ilə oxşar su mineral bulağına fərqli cəhətləri Bedo İsmaildədir, Bum Qəbələdədir, İstisusda Kəlbəcərdədir. Yerləşdiyi silsilə Trias dövrünün çöküntüləri səthə çıxmışdır. Triasın çöküntüləri heç birində səthə çıxmayıb. Bunlarda Yura təbaşir yaşlı sular, Babəndi səthi. Yerləşdiyi ərazidə tektonik qırılmalar mövcuddur. Bu baxımdan bunlarında bir fərq yoxdur. Böyük Qafqaz tektonik qalxma zonası yerləşir. Bedo da, Bum da Böyük Qafqazdadır. İstisu isə Kiçik Qafqazdadır. Fərq də bundadır. Yerləşdiyi düzənliklər xarici ölkə ilə həmsərhəddir. Düzənlikdə yerləşməklər, bunlar dağda yerləşirlər. Daha doğrusu dağlı düzənliyin içərisində kurort turizm potensiali böyük ehtiyata malikdir. Bu hər ikisinə aiddir. Düzgün cavab Seyvəndi. Bibiheybət və Qaraçay yataqlarının Əşrəfi və Alov yataqlarında fərqli cəhətlərini müəyyən edin. Çin sənayesi xammalı hasil edilir. Burada Çin sənayesi xammal görə neft hasil edilir. Dənizdə yerləşən təbii qaz yataqları dənizdə yerləşmirlər. Quruda yerləşirlər. İkisi dənizdə, ikisi quruda yerləşirlər. Təkcə dənizdə yerləşmirlər. Mezoz sularında yaranmışlar. Mezoz yox, kanizoz sularındadır. Xammalı yanacaq və enerji istehsalında istifadə olunur. Yanacaq enerji istehsalında hamısından istifadə olunur. Burada yerləşən neft yataqlardır. Bibiheybət Qaraçala burada yerləşir. Əşrəf Alov isə Xəzərdə yerləşir. Cavab Yevəndi. Rəqəmlər uyğun faydalı qazıntıları və onların yerləşdiyi əraziləri müəyyən bir Kəlbəcərdəki qızıl yatağıdır. İşarə qızılındır. 2 polmetalın işarəsidir. Balakəndədir. 3 Siyəcəndə neftin işarəsidir. 4 də qaz Bakıdadır. Cavab oldu A-bəndi. Mexaniki duvagüldə birbaşa dedim. Rəqəmlərə uyğun faydalı qazıntıların adını və onların yerləşdiyi əraziləri müəyyən edin. 1 qızıl zod yatağıdır. 2 Siyəcən neft yatağıdır. 3 molibden Paraqaçay yatağıdır. 4 bentonit daş taraflı yatağıdır. Cavab oldu. Seyvəndi. Mexaniki duvagüldə birbaşa deyirəm bunları. 5 qızılın işarəsidir. Qafqaz dağlarında orada bir şey yoxdur. 6 dəmir prizliyində Şərq-Saktalar zonası dəmir prizliyə ehtiyatı yoxdur. Rəqəmlərin və faydalı qazıntıları müəyyən edin. A bəndi 1 neft naftalan düzdür. 3 əhəng daşı Qobustan düzdür. 4 Kıvaç kum Hacıvəlli düz. Cavabı doğrudur. Sxemi tamamlayın. Böyük Qafqaz polimetal mineral su, Hacıvəlli xaşı. Deməli, 1 olacaq mineral su. 2 olacaq deməli, xaşı mineral su, dua görə mineral su dedim. 2 olacaq deməli, qalaltı. Hacıvəlli Kıvaç kumudur. Polimetal yatağıdakı Qatex çaydır, Mazım çaydır. Cavab olacaq Deyvəndi. Sxemi tamamlayın. Cips yatağı Ağcakənddə. Deməli, 1 olacaq Ağcakənd. Hamançay dəmir pilici yatağıdır. Qızıl yatağı Vejnəli. Ağ yatağdakı Cibə yatağıdır. Cavab oldu A-bəndi. Uyğunluğu müəyyənini. Deməli, rayonlar verib, rayonlar Ordubaddır, Gədəbəydir, Laçındır, 3, 4-dəki Daşkəsəndir. Ordubadda olan bunların içərisində molibdendir. Molibden verilib 2-ci şərt işarədə. Yatağın adı Paraqaçaydır. Deməli, 1-ə gəldi 2-ci A. 1-ə gəldi 2-ci A. 2-ci Gədəbəydə. Gədəbəydə mis yatağı var. Deməli, 2-yə gəldi mis yatağı. 3-cü yatağın adı Qaradağdır.
üçüncü Laçına geldi. Dördüncü işaret işaretiyle birden kromit. Yatağın adı İpek'di. Ve dördüncüsü Daşkəsənə geldi. Birinci işaret işaretiyle verilen demir prizi yatağındadır. Aman çaydı. Dörde birinci S. Deməli, 1'e ikinci A, 2'ye üçüncü D, 3'e dördüncü B, 4'e birinci C cevap oldu. Y bəndi. Uyğunluğun müəyyən edin. Deməli, 1 Şərurdayım, 2 Gədəbəydiyim, 3 Kəlbəcərdir, 4'dəki Daşkəsəndir. Deməli, 1'e gəldim, işarə Şərurda var, polmetal yatağı. 1'e geldi ikinci. Polmetal yatağı bunların içerisinde gümüşlüdür. 1'e geldi ikinci A. İkinci rayon Gədəbəydir. Gədəbəydə qızıl yatağı var. Gədəbəydə qızıl yatağın adı Qoşadır. Deməli, ikinciye geldi 3 D. Üçüncü Kəlbəcərdə var. Bunların içerisinde kromit yatağı burada Göydərədir. Deməli, 3'e geldi dördüncü B. 4'e Daşkəsənə geldi. Birinci işareyle verilen alunit. Yatağın da adı aydın ki Zəylişdir. 4'e geldi birinci C. Deməli, 1'e geldi ikinci A. 2'ye geldi üçüncü D. 3'e geldi dördüncü B. 4'e geldi birinci C. Cevap oldu Y bəndi. Xəritə sxemasından cədvəldəki doğru sıraları müəyyən edin. Deməli, rayonlar 1 Şərurdur, 3 Şahbuzdur, 6 Zəngilandır, 2 Gədəbəydir, 4 Daşkəsəndir, 5 Kəlbəcərdir, 8 Qubadır, 7 İsmayıllıdır. İndi birinci sırada deyir ki, birinci 3, 5, 8 yani Şahbuz, Kəlbəcər, bir de Quba. Mineral buraklarla zengindir. Şahbuz'da var, Kəlbəcərdə var, Qubada var. Üçündə də mineral burak var. O yüzden bir doğrudur. Bir doğrudur. İkinci sırada deyir ki, 1, 7, 8, 1 Şərurda, 7 İsmayıllı'da, 8'deki Qubada. Meşələr geniş sahətdir. Bu Şahbuz'a göre səhvdir. 2 səhvdir. 3, 2, 4, 5. Deməli, Gədəbəy, Daşkəsən, Kəlbəcər. Paradiyörəsinin qədim sular çətə çıxmışdır. Bunlarda paradiyörəsinin qədim sular çətə çıxmış. Bu da səhvdir. Dördüncü sırada deyir ki, 1, 4, 8 Şərurda, Daşkəsəndə, bir de deməli 1, 4, 8 Qubada mermer yataqları vardır. Bunlarda ağ, qara, çəhrayı mermer yataqları vardır. 4 düzgündür. 4 düzgündür. 4-cü düzgündür. 5, 2, 5, 6 deməli Gədəbəy, Kəlbəcər və Zəngilan. Gədəbəy, Kəlbəcər, Zəngilan. Qızıl ehtiyatlarına malikdir. Gədəbəy, Kəlbəcər, Zəngilan. Üçündə də qızıl yataqlar var. Bu da doğrudur. 5 de doğrudur. Altta deyir 1, 2, 3, 1 Şərur, 2 Gədəbəy, 3'deki Şahbuz. Burada Trias dövrünün çöküntüləri geniş sahətidir. Burada Trias'ın çöküntüləri geniş sahə tutmur. Deməli, doğru cevap oldu. Deməli, 1, 4, 5 cevap oldu D bəndi. 1, 4, 5 cevap oldu D bəndi. Xətti sxemasından cədvəldəki doğru olmayan sıraları müəyyən edin. Deməli, 7, 8, 9 İmişli, Siyəzən, Neftçala. Neft yataqlarına malikdir. İmişli, Siyəzən, Neftçala. Üçündə də neft yataqlar var. Bu doğrudur. Bizə lazım deyir. 2'də deyir ki, 1 Şərur, 5 Balakən,
6 Ağdere. Polimetal ehtiyatlar yayılmıştır. Bu da doğrudur. Şərurda da, Ağdərdə de, Balakəndə de polimetal yataqları var. Üçüncü sırada deyir ki 1, 2, 4. 1 Şərur, 2 Gədəbəy, 4-dəki Kəlbəcər. Zəngin qızıl və civə yataqları mövcuddur. Gədəbəydə civə yoxdur. Şərurda da qızıl yoxdur. O görə 3'ü götürəcək. Doğru deyil bu. 4-cü sırada deyir ki 5 Balakən, 8 Siyəzən, 9 Neftçala. Paleogen dövrünün girişləri geniş sahəyə yayılmışdır. Siyəzənlə Neftçalada, 5'də də nədir bu? Balakəndə də paleogen dövrünün girişləri geniş sahəyə yayılmayıb. Bu da səhvdir. 3, 6, 7. 3 deməli Daşkəsən, 6 Ağdərə, 7 İmişli. 3 tektonik kırılmalar boyu vulkanogen epizotlar səthə çıxmışdır. Deməli 3, 6, 7 tektonik kırılma burada Neftçalada mümkündür. O görə də səhvdir. 5'i də götürəcək. Sonra altta deyir ki 2, 3, 4, 2, 3, 2 Gədəbəy, 3 Daşkəsən, 4'dəki Kəlbəcər. Bunlarda filiz faydalı qazıntılara malikdir. Həqiqətən filiz faydalı qazıntılara malikdir. Deməli, düzgün olmadı burada. 3, 4, 5 cavab oldu. 3, 4, 5 cavab oldu. Sevəndi. Orta təbii vilayətinin faydalı qazıntıları molibden Naxçıvanda var. Siyolit Tovuzcadı burada yoxdur. Travertin var. Barit yoxdur. Polimetal var. Yanaşist yoxdur. 1, 3, 5. Molibden, travertin, polimetal. Böyük Qafqaz təbii vilayətinin faydalı qazıntıları yanaşist var. Civə yoxdur. Polimetal var. Təbii qaz var. Molibden yoxdur. Deməli 1 var. 3 var. 4 var. Yanaşist, polimetal, təbii qaz. 1, 3, 4. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Faydalı qazıntı yatağında yerləşdiyi inzibati rayon Siyolit, Ağdağ, Qazaxlı 4 Tovuzcalı səpti. Mis, Qaradağ, Gədəbəy 2 doğrudur. Travertin Şaxdağdır, Tovuzda Dögür, Naxçıvandadır, səpti. Cips, Ağdakən, Goranboy düzgündür. Xromit, İpək, Laçın düzgündür. Qızıl Bulaq, Zəngilanda Dögür. Bu Qızıl Bulaq Kəlbəcər yaxud indiki Ağdərə rayonları arasında düzgün cavab oldu. 2, 4, 5. Respublikamızda filiz faydalı qazıntı yataqlarını seçin. Alçıkən cips yatağı səpti, turşu mineral sulu səpti. Şorbulaq civə yatağıdır. Düzdür, filizdir. Daş silahlı. Burada filiz yoxdur. Paraqaçay molibden yatağıdır. Naxçıvanda Dəmiroğlu, Daşkəsəndə yenə də filiz yatağıdır. Düzgün cavab oldu. 3, 5, 6. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşən mineral bulaqları seçən Şırlan, Şuşa buradadır. Bədo İsmaildədir, səpti. Xaşı Qubadadır, səpti. Darıdağ Naxçıvandadır, düzdür, Babəkdə. Meşəsoy Lənkəranda Kiçik Qafqaz qalxmasına aiddir. Doğrudur. Cemi Qubada Böyük Qafqaz tektonik qalxmasındadır. Düzgün cavab 1, 4, 5. Xəritə çıxımı əsasən hərflərlə verilmiş inzibati rayonların hər ikisinin söhbət gedir Kəlbəcərlə, Laçınla hər ikisinin arasında yayılmış faydalı qazıntılar. Barit bunlarda yoxdur. Civə hər ikisində var. Xromit hər ikisində var. 2, 4. Mərmər bunlarda yoxdur. Cips bunlarda yoxdur. Tovuzları. Cavab oldu 2, 4. Muradxanlı neft yatağının səciyyəvi xüsusiyyətləri dördüncü suxurlarda olmuşdur. Səpti. Kürt çökəkliyi təbii vilayətində yerləşir. Düzdür. Mezdoy yaşlı suxurlarda formalaşmışdır. Düzdür. 2, 3. Böyük Qafqaz vilayətində yerləşir. Səpti. Tektonik qalxmada yerləşir. Səpti.
Qurda yerləşən yataqlardır, düzdür. Deməli, Kürçüşəli Təbii vilayəti 2, mezrəşi suxurlar 3, bir də qurda yerləşən yataqlardır. 2, 3, 6. 2, 3, 6. İnşallah arada Allah qoysa ikinci hissədə olacaq. Yaxın günlərdə Allah qoysa da burada yerləşdirəcəm.